Görürəm ki, bu aralar YouTube baxışlarım düşüb aşağı. Ona görə istədim belə bir video çəkəm. Onsuz da az adam görəcək. Hamının qabağına çıxmayacaq, amma çıxanlar üçün ümid edirəm ki, dəyərli bir video alınacaq. Biraz istədim söhbət eləyəm iş dünyası ilə bağlı. Deməli çox adam bilir ki, mən SMM işləyirəm. 5 ilə yaxındır, 6-cı ilə keçir. Onun əlavə də diplom işi, dissertasiya işi, CV, belə nə bilim bu işlərin maklerini filan da eləyirəm. Azdan çoxdan bir şeyler kazanırım. Amma insanlar həmişə maraqlıdır ki, SMM-dən insanlar həqiqətən pul kazanırmı, yoxsa pul tələsidirmi? Yol gedirəm. Dedim, hazır yağış yağır. Adam azdır. Oturum qəşəng söhbət eləyə bilim. Fikirlərimi deyə bilim. İnsanlara bəzi şeyləri açıqlaya bilim. Ona görə yanıma adam keçəndə bəzən sakit dayana bilərəm. Belə deyim də, yəni özümdən misal göstəreyim. İndiyə qədər SMM-dən yaxşı pul qazanmışam. Bəziləri üçün yaxşıdır, bəziləri üçün azdır. Yəni bu biraz dəyişkəndir, nisbidir. Amma məncə ortalama Azərbaycanlı üçün yaxşı puldur. Amma gərək bəzi yerdən sonra dönüş nöqtəsi olsun və stabil qazancını 2-yə qatlamağı yolu tapasan. Mən məsəl üçün onun problemini yaşamışam, qatlaya bilməmişəm. Sadəcə stabil eyni gəlir olub, eyni maaş olub, eyni ikinci iş, üçüncü iş falan olub, amma onlar da çox getməyiblər. Ona görə birinci onu deyim ki, yəni sizə əgər bu az gələrsə, yəni düşünün ki, problem özünüzdədir. Özünüz bir yerdən sonra pulu yox, brendi seçməlisiniz, brendləşməyi seçməlisiniz. Yəni özünüz üçün yatırım eləməlisiniz. Yəni mənim kimi olmamalısınız. Mən bəzən pulun arxasında çox düşmüşəm. Məsələn deyim, 2020-ci ildə işsiz olanda ilk dəfə gözləyim mən kameranı silim. 600 manat maaş alırdım. O zaman üçün Azərbaycan üçün 600 manat yaxşı pul idi, yaxşı maaş idi, ortalama maaş idi. Çünki o dövrlərdə hələ də insanlar pul verib parası işə düzəlirdi, dayı-dayıyla işə düzəlirdi. Nə bilim 6 ay staj keçirdi, ondan sonra işə götürürdülər. Yəni məndə elə bir söhbət olmadı. Getdim 10 gün içərisində baxdılar, ilk iş yerim idi, təsəvvürləyin. Və işə götürdülər. 600 manatdan normal maaşla işe başladım ki, o dövrlərdə 200 manatdan tək bir evdə kiraya qalmaq olurdu. İndi isə o pul 500-600 manatdır. O da ki, gələ uzaq bir yerlərdən kiraya ev götürəsən. Yəni təsəvvür eləyin də, yəni məsələn şəhərin mərkəzində tək qalmaq indi 800 manat satdı. Onda şəhərin mərkəzinə yaxın yerlərdə kiraya qalmaq 200 manat idi. İndi aradakı fərqi özünüz hiss eləyin. Yəni o dövrlərdə 600 manatla mən maaşa başladım, maaşlı işə başladım. Və kənardan da işlər götürürdüm. 200 manat, 300 manat gəlirdi, ayına 1000 manat falan çıxırdı. Həqiqətən yəni çox qəşəng yaşayırdım. Sonrakı dövrdə artıq hər şeyin qiyməti qalxdığı dövrlərdə karantin dövrü falan girdi araya. Onda hamı işsiz qalmağa başladı. Restoranlar, kafelər bağlandı. Nə qədər insan işsiz qaldı, maaş ala bilmirdi. Bəziləri üçün sərf eləyirdi ki, evdən oturub işləyir. Bəziləri üçün sərf eləmirdi. O dövrdə mənim üçün sərf eləyirdi. Mən yenə evdən oturub işimi görürdüm və eyni maaşı alırdım. Yəni mənim üçün əksinə yaxşı oldu ki, işə getmirdim, evdən oturub işləyirdim. Ondan sonraki dövrdə artıq restoranlar, mollar falan açılandan sonra artıq mənim üçün bir çiçəklənmə dövrü oldu. Daha böyük işlər götürməyə başladım. Artıq 350 manatlıq işlər, 300 manatlıq işlər, bu freelance, yəni remote işləri deyirəm, nəzərdə tuturam. O dövrdə də pis qazanmırdım, daha yaxşı qazanmağa başlamışdım. Sadəcə o dövrdə bu işin fəlsəfəsini bilmirdim deyə, siyasətini bilmirdim deyə sahibkarlarla danışmağı bacarmırdım, çətinlik çəkirdim. O çətinlik də nədən ibarət idi? Məsələn, işi danışırdıq, mən onlara şərtlərimi qoymurdum ki, məsəl üçün mənim qırmızı cizgilərim bunlardır. Bundan artıq iş görməyəcəm. Onları eləmirdim deyə onlar müəyyən müddətdən sonra daha çox iş tələb eləməyə başlayırdılar. Və mən o işləri görməyə məcbur olurdum və bir yerdən sonra partlayırdım, deyirdim, görmürəm bu işi. Bir yerdən sonra atqaz eləməyə başlayırdım. O cəhətdən mənim üçün çox problem oldu. Ondan sonraki dövrdə artıq qırmızı cizgilərimi qoymağa başladım ki, mən bu işi görməyəcəm. Budur, mən görəcəyim iş budur, budur. Ondan sonra artıq iş yüngülləşməyə başladı. Maaş da, yəni aldığım pul da stabil qalmağa başladı. Bir müddət yəni belə getdi. Aldığım pullarda 300 manat, 350 manat. Sonraki dövrdə bir dənə YouTube kanalı ilə anlaşmaya vardım. Orada da əvvəlki ödənişim 150 manat idi. Amma mən ona görə razı oldum ki, yəni bu işi mən bacarsam bunun davamı gələcək. Bu adam mənə digər işlər də gördürəcək. Və elə də oldu.
hardasa 2 ay işləyəndən sonra 150 manata. Ondan sonra o 150 manatı mən qaldırdım, 500 manat elədim. Təkcə YouTube yox, digər sosial şəbəkələrdə də qazanmağa başladım. Və 8 ay mən 500 manat qazandım. Öz maaşımdan əlavə 500 manat gəldi mənim kartıma vaxtında. Və düşünürəm ki 8 ay 8 aya 1200-1300 qazanmaq pis deyil, yəni Azərbaycan şəraiti üçün. Yəni nəzərə alın ki, mən kənardan da dissertasiya işi falan yazırdım. Yəni, normal gəlirim olurdu. Hesablaya bilmirdim, amma hər ay ən azı bir 600-700 manat qırağa atırdım. Azərbaycan şəraitində məncə 600-700 manata işçi olub qırağa atmaq çox yaxşı bir göstəricidir. Və nəzərə alın ki, sən özünü çox yormursan, sən özünü çox belə işgəncəyə məruz qoymursan, rahat əlini qolunu sallaya, çox əziyyət çəkmədən kofe shopunda otura, gəzə, yəni bunu mən qazanırdım. Sadəcə yenə orada bir səhv elədim. Səhv deməyək, sadəcə qırmızı çizgilərimi bəlli eləmək deyək. Oranın müdürçəsi biraz aqressiv idi, biraz deyəndə ki, xeyli aqressiv idi. İşçi ilə danışıq qaydalarını bilmirdi. Mən də ona birində həddini bildirdim. Bu da bunun acığına gəldi. Sonra bir ay işləyəndən sonra mənim yerimə adam gətirdi. Bu da normaldır. Ya pulu seçməlidim, ya da ki, şəxsiyyətimi. Təbii ki, hər insan həyatda bu seçim qarşısında qalır. Ya şəxsiyyətini seçir, ya pulu seçir. Və bununla da öz gələcək karyerasını formalaşdırır. Bəlkə də orada mən karyera cəhətdən bir 10 addım geri getmiş olsam da, amma yəni özümə olan hörmətimi itirmədim. Çünki fikirləşdim ki, buradan gələn pul başqa yerdən də gələ bilər. Amma ara yerdə özümə olan hörmətim getməsin. Yəni bəziləri pulu seçə bilər, onlara da hörmət edirəm. Amma mən buyam da, yəni mənim xarakterim budur. Ona görə dedim ki, yəni istəmirəm. Всё, məndən normal danış. Yəni, hamıya da bunu məsləhət görürəm. Yəni milyoner olmarsınız, amma gözəl çevrəniz olar. Diliniz uzun olar, hamının yanında rahat danışa bilərsiniz. Heç kimin yanında baş aşağı olmarsınız. Amma mən sizə məsləhət görürəm ki, bunu seçin. Orada da biraz işləyəndən sonra bir müddət durğunluq dövrü oldu. İş təklifləri gəlirdi, amma razı olmurdum. Qiymətləri aşağı olurduq, danışıq tərzləri xoşuma gəlmirdi. Sonra birində Ordu İdman Klubu, köhnə adı ilə Moik. Moikdən təklif gəldi. 150 manat verdilər cəbə. Və yenə mən bildim ki, bu işin davamı var. Burada özümü göstərsəm, daha da mənə işləri həvalə eləyəcəklər. Ona görə yenə razı oldum. 4 ay 150 manata işlədim, 5 ay. Ondan sonra yenə bildiyim kimi oldu. Ordu İdman Klubunun rəisi özü çağırdı məni. Özü dedi ki, sənin dizaynlarını bəyənirəm, zövqünü bəyənirəm. Gəl bizim digər idman branşlarımızın da SMM işlərini gör. Özü çağırdı. Sonra təəssüf olsun ki, çox işləmədim orada. 2 ay işlədim. O da onların öz günahları oldu. 2 dənə mənə köməkçi vermişlər. Sözdə köməkçi. Köməkçiyə də köməkdən başqa hər şey eləyirdilər. Heç nədən də başları çıxmırdı. Ancaq müdirə şirin görsənməyə çalışırdılar. O da gördülər ki, mən o deyiləm də, yəni mənim qabağımda belə at oynadığım mümkün deyil. Mən normal qaydada dedim ki, bəs mən işləmirəm. Və 2 ayda qazandığım pul 1400 manat idi. Məncə az idi, amma yəni 700 az idi. Ən azı bir ayıma 1000 manat verməli idilər. Çünki idman növü çox idi, paylaşım sayı çox idi. Sadəcə Azərbaycan sahibkarına bunu başa salmaq elə bir ki, daşa divara başa salmaqdan yaxşıdır. O qədər yəni qıt beyindilər ki, o qədər heç nədən başları çıxmır ki. Yəni İlkin Fikrətoğlu sujetində də deyir ki, deyir orada idman klubu gələndən tək dəyişdirdiyi logosudur. Yəni logonun üstündə o qədər yapışıb qalmışlar ki, elə bildim ki, yəni adam qrafik dizaynerdir, nə bilim art direktordur. O boyda orada idman klubunun rəisi deyil. Sən gəlib məsəl üçün idmanı yaxşılaşdırmaqdan, nə bilim futbolu inkişaf elətdirməkdən futbol komandaları gələndən gedəndən qol buraxırdılar. Yəni, gedib onu düzəltdirməkdən düşüb ki, logomuz belə, səhifəmiz belə, highlightslarımız belə. Yəni, bıraq işi bilən adam eləsin. Sən kimsən ki, durub cəmaata göstəriş verəsən ki, rəngi belə oldu, bu tonda olsun. Yəni, hərənin öz işi var. Sən əgər bura mütəxəssis bəyənib gətirmisənsə, onun dediyini eləməlisən və ondan da nəticə gözləməlisən. Yəni, nəticə gözləyə bilmirsənsə, o ayrı məsələ. Nəysə, çox belə başınızı ağrıdmayım. Oradan da yəni bir şeylər qazandım. 1400 manat. Və maaşım da yəni bir aylığın pulundan xeyli yüksək idi.
Yəni ki, SMM işləyənlər üçün aylıq gəlir qazanmaq öz fərasətinizdən asılıdır. Və deyim ki, mən hələ belə əlimi qolumu sallaya-sallaya işləmişəm. Gəzmişəm, gəzməklərimdən qalmamışam. Və gəzməklərimdən qalsaydım, daha belə çox cəhd eləsəydim, günün güzaranım olmasaydı, daha çox qazanardım. Amma mən o yolu seçmədim. Çünki insan sağlamlığı, insanın əhval-ruhiyyəsi, dünya görüşü paralel şəkildə irəliləməlidir. Sadəcə pul deyə irəliləməli deyil. Ona görə mən bu yolu seçdim. Yəni SMM-dən qazanmaq mümkündür. Yəni faktlarla mən sizə dedim ki, yəni güncələr 500 manatlıq işdə işləyərsən, güncələr 700 manatlıq işdə işləyərsən, freelance olaraq, remote olaraq evin içində oturaraq. Yəni maaşlı şəkildə demirəm. Biri var 9-6 işə gedirsən hər gün. Biri var ki, əlavə qıraqdan hər ay kartına pul gələr. Və o adamların sən üzünü də görməyəsən, sadəcə işlərini görəsən. Və əminəm ki, bazarda məndən çox qazanan insanlar da var, məndən az qazanan insanlar da var. Yəni onlara məsləhətim odur ki, bir yola başlamısansa o yolun hər şeyini araşdır. Təkcə texniki tərəflərin yox, sahibkarlarla davranış qaydaların, sahibkarlarla qiymət danışmağı bacarmalısan. Yəni, bir növ alverçisi olmalısan da, yəni öz xidmətinin alverçisi olmalısan. Yoxsa daim səni əzəcəklər, daim səni əlavə işlər gördürəcəklər, daim görmədiyin, bilmədiyin tapşırıqlar üstünə atılacaq. Ona görə də çalışın ki, incə-incə danışın, hər detalı, nə iş görəcəm, həftəlik neçə dənə lazımdır, post lazımdır, sizə nə lazımdır ümumiyyətlə. Ümumiyyətlə iki hədəf qoymayın qarşınıza. Ya keyfiyyət olmalıdır, ya kəmiyyət olmalıdır. Adam səndən kəmiyyət istəyirsə, heç keyfiyyətinə baxmadan postları paylaş getsin. Adam səndən keyfiyyət istəyirsə, onda səni tələsdirməli deyil ki, bu günləri post paylaşılmayıb. Deyirəm ki, sənə keyfiyyət lazımdırsa, bir posta 2 gün vaxt lazımdır. Yox, əgər sənə kəmiyyət lazımdırsa, hər gün mən bir post paylaşım getsin. Yəni, bunu məsəl üçün danışmaq lazımdır. O laf cambazlığı deyir türklər. Yəni, onu bacarmaq lazımdır ki, onlar da görsün ki, sən professional insansan, hər deyiləni yox, doğru olanı eləyirsən. Və bu sənin brendləşmə baxımından daha çox lazım olan bir şeydir. Daha çox sənə sərf edir ki, brendləşəsən. Brendləşməlisən çünki. Brendləşə bilmədinsə, onda hamı səni əzib keçəcək. Hər zaman ikinci oyuncu olacaqsan, heç vaxt baş rolda olmayacaqsan. Yəni, baş rolda olmaq istəyirsənsə, bütün ipləri əlinə alıb nəticəyə fokuslanmalısan. Yəni, nəticəyə fokuslanmayıb, onun bunun dediklərini eləyirsənsə, heç vaxt sən ciddi SMM mütəxəssisi kimi sayılmayacaqsan. İndi buna mən SMM mütəxəssisi deyirəm, əslində ümumiləşdirib deyirəm. Bura Reels Maker də aiddir, bura Content Manager də aiddir, bura hamısı aiddir. Yəni, bütün toplu şəkildə mən SMM deyirəm. Çünki bunların vaxtı ilə hamısını SMM tək görüb bu işləri. İndi sadəcə qollara bölünüb ki, hə, bu bunun işidir, bu bunun işidir. Ümumiyyətlə, yəni hamı üçün bunu nəzərdə tuturam. Yəni təsəvvür eləyin ki, bu qədər SMM kursları açılır, bu qədər SMM-lər var. Çevrənizdə gördüyünüz hər bir obyektin özünün SMM-i var. Bura Sədərəkdən ki, ən xırda mağazalar da aiddir. Polis bölmələri, xəstəxanalar, nə bilim, təhsil şöbələri, məktəblər, universitetlər. Bunların hamısının SMM-i var. Və bunların hamısının SMM-ə ehtiyacı var. Və hamı bu dəqiqə uğur qazanmaq üçün, pul qazanmaq üçün SMM istəyir ki, güclü bir SMM olsun. Və onlardan biri sən ola bilərsən. Mən də ola bilərəm, hamı ola bilər. Amma ki, gərək müəyyən müddətə çatandan sonra öz qiymətini biləsən. Məsələn, tutam ki, estetik mərkəzinin SMM-isən və mən də vaxtı ilə olmuşam. Cəmi 350 manata danışmışdım. Halbuki oradakı bir prosedur Allah bir neçəyədir. Mən götürüb 350 manata danışmışdım. Hər işdən 10% məsəl üçün özümə yazdırsam, gəlir 350 manatdan çox eləyir. Gəlir 5000, 10000 pul eləyir. Əgər orada hər əməliyyatdan mənə faiz qalırsa, mən gətirdiyim işdən hərəsindən 10% qalırsa, gəlir Allah bir nə qədər eləyir. Şükür Allaha, Kəmalə Günəşlilər ölkəmizdə çoxdur. Hərəsi gəlir, burasını düzəltdirəndə oradan mənə 10% qalsa, təsəvvür eləyin nə qədər pul eləyir. Və özünüzü ucuza satmaqla siz elə bir ki, özünüzə xəyanət eləmiş olursunuz. Qıraqdan sizə çox pis deyəcəklər. Qazanmırsan, nə bilim, iş götürmürsən, nə oldu götür.
Amma heç kim sizin öz çəkdiyiniz əziyyəti bilməyəcək. Heç kim bilməyəcək ki, sən o postu hazırlanana qədər neçə dəfə post sənin üzünə qayıdacaq. Logosu böyüdür. Tipik Azərbaycan sahibkarının sözü. Logosun böyüdür. Elə bil ki, logosu böyük olanda cəmaət deyir, "O, şirkət böyüdür, deməli logosu da böyüdür." Elə bir şey yoxdur da. Yəni bir estetikliğiniz olmalıdır, estetik baxışınız olmalıdır. O loqonu elə kiçik qoymaq, orta qoymaq, həm gözə soxmadan, həm də yuxa çıxarmadan qoymaq özü bir zövq tələb edir və bu zövq də SMM-in, qrafik dizaynerin, reelsmakerin sahib olduğu bir şeydir. Hansısa bir sahibkarın, nə bilim, qoyun satıb gəlib obyekt açanın işi deyil. Lauderdale desək. Ya bu sizin işinizdir. Heç kimə öz işinizi verməyin. Bir qəssab görmüsünüz ki, bir baltasını kiməsə verər ki, hə, gəlib bir dənə doğra. Və yaxud kimsə müştəri gəlib deyir ki, baltanı ver bir dənə mən onu doğrayım. Mən yaxşı doğrayıram. Yəni qəssab bu baltasını heç vaxt verməz. Müştərini doğrayar, onun baltasını heç vaxt verməz. Yəni normal da bu olmalıdır. İnşallah bura blok gəlməz. Yəni normal da bu olmalıdır. Yəni sən öz işini niyə başqasına həvalə edirsən? Və yaxud mühəndisi, konstruktoru, nə bilim, o qədər vəzifələr var dünyada, həkimi. Görmüsünüz, gətirib müştəriyə verək ki, xəstə gələ bir dənə öz yaru tik. Və yaxud xəstə deyə ki, ver mən öz yaramı özüm tikim. Yəni elə bir şey yoxdur da. Öz işinizə bir ixtisas kimi baxın ki, hamı da sizin işinizə ixtisas kimi baxsınlar. Yəni məndə də məsələn problem var ki, bəzən kimsə soruşur nə işləyirsən, qayıdıb deyirəm jurnalistəm. Oturub ona axıtım olmur açıqlamağa ki, mən hə SMM mütəxəssisiyəm, nə bilim, dünyada belə bir sahə var, Azərbaycanda da yayılıb belədir, elədir. Qayıdıb deyirəm jurnalistəm, kəsədən deyirəm. Mən də məsələn öz işimə qarşı hörmətsizlik eləyirəm. Ərincəyliyimdən durub ona öz işimin bir profesional sahə olduğunu başa sala bilmirəm. Və təəssüf ki, mən də özüm SMM sahəsində əbədi görmürəm. Mən də nə vaxtsa öz ixtisasımı dəyişəcəm, başqa bir sahəyə yönələcəm. Çünki görürəm ki, bundan daha yaxşı gəlirli sahələrə yeni ekranım bulaşdı. Keçməliyəm. Təbii ki, heç kim heç arada əbədi qalmır. Sadəcə vaxt olur, dəyişirsən, vaxt olur, başqasına keçirsən. Bu hər zaman həyatda belədir. Bir yerdə qala bilmirsən. Necə ki, maşın alanda maşını tez-tez dəyişirsən, ev alırsan, daha yaxşısına keçirsən, nə bilim, yaşadığın yeri daha yaxşısına gedirsən. Yəni ixtisas da, pul qazanma metodları da elədir. Vaxt gəlir, başqasına keçməyə məcbur olursan. Bu mənzərə qarşısında sizinlə söhbət edirəm. Dəlizad olmamışam. Yəni belə, yəni qazanmaq istəyən qazanır, qazana bilməyənlər şikayət eləyir. Hazırda mən şikayət eləyən tərəfdəyəm, çünki istədiyimi qazana bilmirəm, daha çoxlardadır gözüm. Yəni qəpik quruş yox, daha böyük pullar qazanmaq istəyirəm, çünki illərimi vermişəm, əməklərimi vermişəm. Yalan olmasın, 20-dən çoxdur indiyə qədər müəssisədə işləmişəm. Yəni bura kanallar, YouTube kanalları, televiziya kanalları, estetik mərkəzləri, bərbərxanalar, say bitməz restoranlar, 12 dənə restoranda təkcə SMM işləmişəm. Yəni bunların əziyyətini daha yaxşı şəkildə görmək istəyirəm. Ən azından bu təcrübəm varsa. Düzdür, indi müəllim kimi fəaliyyət göstərirəm, amma bu da müvəqqətidir. Daimi şəkildə müəllim kimi də işləyə bilmərəm. Daim öz üzərimə qoyub çalışmalıyam. Görək sonumuz nə olub. İstədim sizinlə söhbət edəyəm, ürəyimi boşaldım.